Növbədə Samir bəy, saçın tökülməsinin səbəbini tapmaq lazımdır. Saçı tökən səbəblər. Saçı bu gün ən çox tökən səbəblər saçın rənglə boyanmasıdır. Və xüsusilə bilirsiniz də rəng dəyişəndə periksini yandırırlar. Xanımlarda budur. Xanımlarda daha çox, bəli. Xanımların da saçının ömrü kişilərə nisbətən çox uzundur. Genetik olaraq, yəni yaranışından. Həm sayı çoxdur, həm də... Kişilərdə işləşən hormonlara bağlıdır, düzdür doktor? Kişi, qadın elə hormonlara bağlıdır ki, qadınlarda saçın ömrü uzundur. Sonra saçın tökülməsinə səbəb olur əsəb, stres. Saçın tökülməsinə səbəb olur şaxta və yaxud da çox istidə adamlar var ki, günün istində də papaq geyinirlər, kepka qoyurlar. Çünki saç da canlıdır və havalanmalıdır. Bundan başqa, təbii ki, qidalanma. Saçın elementlərin çatışmamazlığı, vitaminlərin çatışmamazlığı da saçın tökülməsinə gətirib çıxarır. Və içərisində təbii ki, onun da o stres deyəndə, o qidalanma deyəndə orqanizmdə su miqdarının azlığı da, oksigen miqdarının azlığı da. Çünki saç bir canlıdır, canlı bir varlıqdır və hər gün uzanır. Biz onu həyatımızda görürük. Ona görə o normal yuyulmalıdır, yağlı saçdırsa, saçı tökən səbəblərdən ən çox biri sebariyadır, yəni yağlı saç. Sonra saçı tökən səbəblərdən biri quru saçdır. Saç quru olanda... Orta olmalıdır, hə? Quru olanda daha ömr az olur, daha tez tökülür. Hətta... Quru olanda? Quru olanda, nənki yağlı saç. Saçı qoruyan onun orta yağlılığıdır. Və orta yağlılığı, yağlı olan saçlar gündə yuyulmalıdır, hər gün. Mən görürəm, sosial şəbəkələrdə deyirlər, saç bir həftədən tez olmaz, yumaq, neyləmək, yalan deyirlər. İyi gəlir adamın saçını. İyi sən bilərsən, mən gedib saç ilənəm mi? Yumor edirəm. Yəni, dediyim odur ki, sən mütəxəssissən də evinə buraxmazsın, saçını yoxlamalısan da. Və ikincisi də quru saçdırsa, bunu eləyə bilmir axı, quru saçı neynəsin? Gündəlik duşunu qəbul edir, gündəlik yumaq olmaz. Mütləq saçı gündə bir neçə dəfə yağlamalıdır. Badam yağından, Gənə gerçək yağından, zeytun yağından, nə ilə olur olsun yağlayır. Saçı yağlı elədin, saçın ömrü uzanır, quru saçdan gedir. Bir də onu cəhlivə vurdun, masaj edir. Hə, masaj edirsən, saç yağlanır, ömrü uzanır. Və təbii ki, başqa nə eləmək olar ki, saç tökülməsin, əsas bunu gözlürlər, saç daha güclü olsun. Saçı qoruyucu vasitələr və əvvəl qeyd elədiyim kimi çox gözəl effekt verir badam yağı. Badam yağı. Sonra vitamin Y. Sonra vitamin A. Sonra bir mənalı şəkildə insanın öz sidiyi. Yeni saç çıxardır. Həyat suyu deyirlər də. Yeni saç çıxardır və yeni saçı möhkəmləndirir, tökülməsinin qarşısını alır. Eşitmişdim onu. Gicitkən də deyirlər, doktor, düzdür? Gicitkən də xeyirdir, yer kökü şirəsi də xeyirdir. Ondan sonra, yəni xeyri saçın tökülməsinin qarşısını alan vasitələr çoxdur. Ən güclüsü sarımsaq da xeyirdir. Məsələn, dazdaşma var, təzə tökülür, həmin yerə sarımsaq çəkirsən və əncir südü çəkirsən. Əncirin südü? Əncirin südünü çəkirsən. Ancaq ən güclüsü dediyim kimi insanın öz həyat suyu, öz sidiyidir. Onu bugün yığdığını sabah isidirsən, saça dibinə yaxşı çəkirsən, qaşqabağını turşutma. Yaxşı görün izləyicilər. Mən qorxuram sabahlarda. Yaxşı masaj eləyirsən, saçın tökülməsi dayanır, yeni saç çıxır. Yeni saç çıxır. Və təbii ki, heç nəyə ziyanı yoxdur, pulsuz müalicədir və ömrü hər gün də eləsən heç nəyə ziyanı yoxdur.